Dövlət Qulluğu magistr imtahanında diaqram, qrafik sualları görəndə çətin olacağını, yaza bilməyəcəyini düşünən tələbələr. Əslində bu suallar digər məsələ tipli suallardan daha asandır. Necəmi? Təbii ki, mənim izahımla. Gəlin baxaq necə izah edirik. Yuxarıdakı diaqramda 2001-2006-cı illər üzrə bir məhsulun istehsal həcmi göstərilir. Bu dövr aralığındakı həmin məhsulun orta illik istehsal həcmini müəyyən edin. Deməli, bir məhsulun 6 il ərzində istehsal həcmini veribdir. Bəs ümumilikdə nə qədər istehsal olunub? Baxaq, 2001-ci ildə 5 ton, baxın yuxarıda ton ilə ifadə edib. Biz də eyni şəkildə yazırıq. 5 ton plus 2002-ci ildə 20 ton plus 2003-cü ildə fikir verin 30 ton plus 2004-cü ildə 10 ton 2005-ci ildə 40 ton və 2006-cı ildə 35 ton. Məndən nəyi soruşur? Orta illik istehsal həcmini. Orta illik deyirsə, bunları toplayıb, yəni ədədi ortasını tapmış kimi fikirləşin. Neçə ildir? 6 il. 2001-2006-cı illər nəzərdə tutulur. Bərabərdir. Həllin altdan yazıram. Topladıqda 40, 80, 60, 140. Bölünsün 6. Bərabərdir. 2 dəfə, 3 dəfə və 6-da 2. Bu nə deməkdir? 23 tam 3-də 1-ə. Yəni cavabımız C variantı.